والنهيم في الصحراء يكنفنا السرار. Əsirlər Kərvanı. Film Livan, Suriya, Misir və İranın görkəmli alimlərinin rəyləri əsasında və bu ölkələrin İslam dini araşdırma mərkəzlərinin mötəbər mənbələrinə əsaslanaraq çəkilmişdir. Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur. O təkdir, heç bir şəriki yoxdur. Həqiqətən Mühəmməd onun bəndəsi və elçisidir. O Allah tərəfindən haqq olaraq gəlmişdir. Cənnət və cəhənnəm haqdır. Qiyamət mütləq gələcək. Onda heç bir şübhə yoxdur. Onda Allah Taala bütün qəbirdəkiləri dirildəcək. Mən nə ailəmə, nə mal dövlətə, nə də fitnə fəsad törətməyə görə qiyam etməmişəm. Mən yalnız cəddim Rəsulallahın ümmətini islah etmək üçün qiyama qalxmışam. Əmr bi məruf və nəhy əz münkər etmək, atam və cəddimin yolunu davam etdirmək istəyirəm. Atacan! Atacan! Yasin! Yasin! Ata! بسم الله الرحمن الرحيم. أعوذ بالله من الشيطان الرجيم. Salam olsun Əmir əl-Mömininə. Allah ömrünüzü uzun eləsin Əmir. Sizə İraqdan bir xəbər gətirmişəm. Hüseyin İbn Əli öldürülüb? Sizin Kufədəki valiniz, Ubeydullah İbn Ziyad, Kərbəla adlı bir yerdə onu mühasirəyə alıb. Nə gözəl iş görüb. Əgər qılıncla ölməsə də, susuzluq onu əldən salıb öldürəcək. Sənin Peyğəmbər qızının balasına qarşı elədiyini heç Bizanslılar da eləməz. Ey Əmir əl-Möminin. Hind! Sən hökumət işlərinə qarışmaqdan əl çəkməyəcəksən? Müşavirlərin Sələmin Bizanslı Sircovunun verdikləri məsləhətə niyə qulaq asmadın? Onlar sənə demədilər ki, Hüseyin İbn Əlini öldürmə fikrinə əl çək? Gördüyüm işlərdə heç kim mənə əmr verə bilməz. Sərkərdələrimin nələr yazdığını görməmsən? Bu ümmətin xeyrini istəyən cəsur məsləhətçilərin istəyindən başqa bir şey deyildir. Əgər Hüseyin İbn Əli və adamları sağ qalsa... Sözlərini Peyğəmbər əhl-i beytinə qarşı sevgisində təəssübkeş olan adama qarşı eşitdirməklə özünü yorma. Peyğəmbərin Hüseyin barəsindəki sözlərini unutma. Allaha and olsun ki, əgər sənin onu öldürmək fikrin olmasa, Bizanslı şeytanın hilələrinə uymaz, valilərinə Hüseyin İbn Əlini öldürmək haqqında göstəriş verməzsən. Bunu onun ən adi sözlərindən də başa düşmək olar. Günəş heç vaxt bulud arxasında qalmaz. Axır həqiqətin üstü açılıb üzə çıxar. Küfe cemaatı, and olsun Allah'a ki öz peygamberinin balasını öldürmeye sizden qabaq hiçbir qövm əl atmayıb. Allah'a and olsun ki hiçbir qövm peygamberinin nəslini kəsməyə cürət eləməyib. And olsun Allah'a,
Xudavənd aləm zalimlərə və müsəlmanlara əziyyət edənlərə baş əyən qövmü sevməz. Ey Küfə cəmaatı! Boş sözlər sizi aldatmasın və saray zalimləri sizi qorxutmasın. And olsun Allah'a ki, siz Hüseyin İbn Əlidən öz köməyinizi əsirgədiniz. Allah öz rəhmətini sizdən əsirgəsin və ən ağır bəlasını sizə versin. Bismillahirrahmanirrahim. De, əgər siz hətta öz evlərinizdə belə olsaydınız, şübhəsiz barələrində öldürülmək yazılmış kəslər döyüş meydanındakı yataqlarına tərəf hərəkət edərdilər ki, Allahın qəza qədəri gerçəkləşsin və Allah sizin sinələrinizdə olan niyyətinizi yoxlasın. Allah ürəklərdə olanı biləndir. Belaya hazır olun. Onu bilin ki, Allah sizi qoruyacaq və sizləri çətin bəlalardan saxlayacaq. Aqibətinizi xeyirli edəcək, düşmənlərinizi müxtəlif əzablara düçar eləyəcək, sizə bu çətinliklərin əvəzində tükənməz neymət və kəramət verəcək. Əsla şikayətlənməyin və qədir qiymətinizi əskildəcək sözlər deməyin. Sizi Allah'a tapşırıram. Rüqəyyə, Bibi Zeynəb, atam hanı? Rüqəyyə! Hamı bədbəxtlik üçün çalışır.